Çoxdandır ki, belə bir arzumuz vardı ki, Abış əmini ziyarət eləyək, onunla həmfikir olaq. Bugün Masallı rayonunun Şərəfa kəndində Respublikanın tanınmış əməkdar jurnalisti, yazıcısı, tərcüməsi Zakir Abbasla Abış əminin qonağıyıq. Abış əminin təbii ki, təqdimata ehtiyacı yoxdur, amma bilməyənlər üçün deyim, Abış əmin Masallı rayonunun Ağaçkipəli kəndindəndir və öz evində kiçik bir muzey yaradıb və bu muzeylə bu günləri biz tanış olduq. Daha ətraflı həm Zakir müəllim danışacaq, həm Abış kişi özü danışacaq. Nəzərinizə çatdırmaq istəyirəm ki, Abış əmi, necə deyərlər, köhnələrdəndir və çoxlu arxivi var. İndi isə mən sözü vermək istəyirəm bizim əməkdar jurnalist Zakir müəllimə. Çox sağ olun. Doğrudan da mənim çoxdan arzum idi ki, eşitmişdim. Səsini, sorağını eşitmişdim. Abış kişi çox mədəniyyətimizi təbliğ eləyən, musiqimizi təbliğ eləyən, el şənliklərində hətta arzu olunan bir sənətkardır. Və sonradan eşitdim ki, gözəl bir muzeyi var. Hətta mən o vaxtı muzeyin bizim direktorumuz Əntiqə xanım. Əntiqə xanım Tağıyeva. O mənə dedi ki, bəs biz də Abış kişi ilə görüşmüşük. Amma istəmişik ki, onun muzeyini ona yola gətirə bilməmişik. Belə dedi. Necə var, elə dedi. Yola gətirə bilməmişik. Bəlkə siz, Zakir müəllim, onu yola gətirərsiniz ki, o muzeyi dünyadır da. Bəli, bəli. Bu gün var, sabah yoxu filan belə. Bu gün. Əlbəttə. Amma əbədilik qoy qalsın bizim o tarix muzeyində. Bu sizin həm bizim elimizə, tariximizə böyük hörmətdir. İndi tanış oldum muzeyinizdən, amma əsasən musiqi ilə bağlı. Bəli. Çox belə qədim musiqilər var burada. Bizim bu 50 demək Canali Əşmərovun. Bəli, bəli. Buna nə deyirlər? Qramofon. Qramofon var. Bəli, qramofon var burada. Arif Babayev. Arif Babayev gözəl sənətkarımız. Bəli, vallahi. Sonra muğam dəstgahları, Azərbaycan muğam dəstgahları. Bəli, bəli. Məsələn, bu indi eşidirəm ki, belə bir... Bəli. Azərbaycan musiqilərdir, 3-4 dəstgahlardır, bəli. Bu da ola bilər. Onun haqqındadır. Baxa bilərsiniz. Çox zəngin bir material toplamışsınız. Bunlar deməli, rəhmətli mərhum Bəhrəm Mənsurovun iştirakı ilə, Bəhrəm Mənsurov tərçalanımız iştirakı ilə hörmətli, gözəl sənətkarımız, dünya səviyyəsində indi tanınan Alim Qasımov orada bir çox xanəndələrdir. Muğam dəstgahlarından ifa ediblər orada. Əslində eksponat veriləndə muzeyin özünün fondu olur. Bəli, bəli. İndi onu siz qəbul eləyərsiniz, eləməzsiniz o fonddan zəhmətiniz müqabilində. Amma orada versəniz yaxşıdır. Razılaşdıq mı? Buradakı eksponatların hamısını veririk. Bəli. Əntiqə xanım dediniz də, Əntiqə xanımla da gələrik. Burada xeyir duanızı da verərsiniz. Bəli, bəli. Mənim babam, ondan atam, babam, əmilərim bu işlə məşğul olmayıblar. Yəni, sadə bir kasıb ailəsində at-arabamız olub, belə düşünmüşlər. Mən dedim, kasıb deyilsin. Mən o evdə deməli, Allah Teala nəsə indi mənim qəlbimi bu musiqiyə uşaqlıqdan bağlayıb. Bir var, sonradan olar, üzr istəyirəm, məclisə düşəsən, indi bu dəqiqə gedirsən də məclislər olur, zad olur. Balaca indi bir iki
xələtdən, mələtdən olanda sevinirsən ki, o alıb. Amma məndə isə ürəkdəndir ki, musiqiyə bağlı olmuşam. Amma təhsilim yoxdur, təhsil almamışam. Atam müharibədə iştirak edib, əmim müharibədə həlak olub. Mən deməli öz başına uşaqlıqdan həvəsim bu musiqi olduğuna görə buna vurğun olmuşam. Bu da ki, heç kən tərəfdən olmayıb. O da elə bir Allahın vergisidir. Adam var, məsələn, mənim qardaşlarım var, məsələn, böyük qardaşlarım, belə şeylər. Bu musiqiyə vurğun olduğuma görə 5-6 yaşında yadımdadır olanda, yəni həmin bu karifi sənətkarlar var, indi çoxu dünyasını dəyişib. Onda gedərdik, məsələn, deyərdilər, rədoda filan xanəndə oxuyacaq. Belə söynə-söynə qulaq asardı ona. O vaxtı da indi kimi dördü. Məsələn, toylarda, məclislərimizdə, məsələn, o vaxtı, məsələn, Zeynəb xanlarım, Sara Qədimov, böyük Tükazman İsmailovlar oxuyanda bu maral mahnısı, məsələn, modda oldu, maralı oynayardılar. Hansı maral? Bu Zeynəb xanlarım oxuyub, o hünərdi keçirəm bizi əruddan, olarımı hünərə zabalaymaram, əbədi şöhrətə yetirdi sənin, cəsarət şicayət balaymaram. Məclislərdə oynayardı. Saat bizdə qabaqları, yaşıdıq da sizdən. Saat bizdə, demək, gözləyərdik ki, saat 1-də müğamat olacaq. Onda balaca radyolar var. Ay sağ ol. Deməli, məndə də o həvəs yarandı. Başladım özümdə, ağzımda zümzüm eləmə. Sonra zümzüm eləyəndə bu məclislərdə, onda keçmişdə, yəni o 65-də, 60-da, 62-də, da indi 2004-də, onda toylarda aşıq olardı, nağıl danışardı, qəşəng ədəbli söhbətlər gedərdi onda. Leyli Məcnundan, Əsli Kərəmdən, məsələn, möhkəm yolda cəmaat həmin cavan uşaqlarda belə durub qulaq asardı. Yəni o toyda o qədər saqqalları... Buraxmırdılar, məclisə buraxmırdı. Balaca uşaqlar buraxmırdı, ağ saqqalları. Biz toxananın kənarından balacaqdı. Özəl lampa işığına. Sözümün canı nədir ki, həvəs oldum məndə. O həvəs olandan sonra balaca ki, biraz böyüdüm, bir 10-15 yaşa çatdım. Əlim deməli çörək özü gördü. Yavaş-yavaş düşdüm, həvəs yürüdüm məclisə. O dedi, bu Abış kasıb oğlandı, kasıb öldü, bunu hörmət eləyin, kömək eləyin. Məsələn, böyük aşıqları yanında yavaş oxuducan o an. Mən sonra bu mağaziyinə gedəndə, bu melodiya mağazinlərində olar da gedəndə. Görərdim ki, bu oxudu. Masalında var idi, melodiya. Bəli, köynə 10 vermaqda, köynə 10 vermaqda ki, tək masal olmurdu. Lənkərana gedirdim, mən birinci day paltar üçün getməzdim. Birinci melodiya mağazinə girərdim ki, görüm orada falan gramofon valı var, kaset var, ondan sonra girərdim. Həvəsim deməli bu musiqi olandan sonra, çoxalandan sonra yavaş-yavaş da indi o dövründə artıq tanınırdınız. Hələ tanınmıram. Hələ özüm üçün ağsaqqal yanında biz o illərdə mənim 15-16 yaşım vardı. Bizim kimi uşaqlar, yəni biz də sözcük kəsirəm. Ramazan ayıdır. Ramazan ayıdır. Çox xahiş edirəm, biz orucuq. Bəli. Bilməm, siz orucsunuz. Allah canı sevdir. İnşallah orucam. İnşallah Allahın köməyi ilə Allah qoysa bugünkü gündə ən gözəl suavdır. Müsəlman milləti suavdır oruç tutmaq. Siz inşallah mənim iftar açdığımı, yəni yeyərsiniz inşallah iftardan sonra gedərsiniz. Sizin qonağınız olarım. Sizi buraxmaram indi mən gün orta çağı. Bir baxarıq ona da. Baxarıq ama... Oldu. Neden belə doğmasan mənə,
Nədən belə doğmasan mənə, bir belə qoxulur yadın içində. Tək sənin adını yazmışam gülüm, qəlbimə min gözəl odun içində. Qəlbimə min gözəl odun içində. Eşqinlə illəyən bir bülbül oldum, sənə nəğməm oldum, qızıl gül oldum. Sənsə attın, yanıb dönüb kül oldum. Mən səni qoymazdım odun içində, mən səni qoymazdım odun içində. Aman ay can Abış kişi uzun illər Masallı Mədəniyyətində solist kimi fəaliyyət göstərib. İndi onu demir, deyər yəqin. Düzdür, Sonra düzdür. bədii rəhbər kimi fəaliyyət göstərib. Şərəfə, Daha sonra mədəniyyət. Masallı rayonunda folklor festivalında iştirak edib bir neçə dəfə olub. Təkcə burada yox, həm Bakıda, həm burada bir neçə dəfə efirlərə dəvət alıb getməyib. Yəni bunları mən deyim, siz biləsiniz. O yaxşı mahnılar var idi. O bizim tərəflərin mahnıları. Ha, o yadıma düşəndi. müəllim, deməli o vaxtı halaya gedərdilər bizim kənddə. Hala bir şərəfə, hala birinci dəfə şərəfədə başlayıb. Sonra Mahmudavarda zadda olub. Halay, qadınlar halay deyərdi. Bunların yerini özlərinin zirək, hansı zirəkdir, qabal çalmağı balaca bilirdilər. Amma mən çox vaxtı mən ki nağırin onlar üçün ritim saxlayırdım. Hələ o uşaq vaxtı. Bəli, mən hələ o vaxtı danışıram 17-18 yaşımda. Qızlarla Qadınlar, tanıyırdın da onları. bəli, çünki dünyasını dəyişiblər. İndi qalanlar, vurur. bilirsən deyərdilər, ay lo falan mesela aldıq o Mahmudavar halayları ilə də deməli rayon ansamblında, həm rayonun tədbirlərində, kətlərdə, həm qonşu rayonlarda, həm respublikamızda studiya, telestudiyada neçə də 5 dəfələrlə deməli biz rayon ansamblında çıxış edirdik. Onlar üçün Sizin sözə qüvvət verirəm. Yadımda burada Lətifə xanım burada mədəniyyət şöbəsinin müdiri olanda. Bəli. Hətta xarici səfərlər. Bəli. Talib müəllim, Allah rəhmət eləsin olan Allah. Lətifə xanım. Rayon mədəniyyəti, regional mədəniyyət üçün çox oxuyardılar. Qızılı zilaxladı eyləli qurbanın olum. Qızılı zilaxladı eyləli qurbanın olum. Verdim anam saxladı eyləli yaləli. Ailəli yaləli yarləli. Ailəli yaləli yarləli. Ailəli yaləli yarləli. Ailəli yaləli yarləli. Həm ansamblda çalmışıq. Yəni o masallı halay qızlarıyla. Həm də mən deyirəm o həmin qadınlar ki, indi qalsaydı onların 90 yaşı, 100 yaşa keçərdi. Mən danışıram 65-də, 67-də, 68-də halaya gedərdilər toy yerlərində. Onlar üçün Vallahi çox zəngin tarixiniz var. Mən onlar üçün çalardım. Deyərdilər də, nə əvvəl o ritmlə başlanmazdı, uzadardılar da. Məsələn, ay la 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 ya la beləçə deyərdilər, eləçə. Mən də bu kaset həvəskarı da ki, bu qramofon valında, bunlara həvəsim də lap biraz da çoxaldı. Mən sizə daha bir maraqlı faktı demək istəyirəm. Hansı faktı? Masallı rayonunun Boradiya qəsəbəsində olan el şənlikləri Abış kişisiz keçmir. Yəni zəng eləyirlər. Zəng vururlar ki, əgər bu gün sizin vaxtınız yoxdursa, biz toy saxlayaq sabaha, birsinə, vaxtını dəyişdirək. Bəli, yəni bu həqiqətən... Orada nə adət, nədir ki orada belə? Keçmiş el şənlikləridir. Nə bilim, qazan açdı deyirlər. Bəli. O nə tər olur? Deməli orada elə bütün Azərbaycanımızın Allah nə deyirlər sağ olsun, vətənimiz hamısı bütün əzizdir birinci. Azərbaycanımızın nə qədər
dünyada da gəzişən nə qədər Azərbaycan milləti var, hamısı canımız, ciğərimizdir, əzizimizdir. Amma necə Adətlərimiz də zəngindir. adət bəli zəngindir. Zəngindir, İntihası Masallı'nın o Boradiyədən də sonra Mollaba deməli orada götürüb də Mollabadan sonra. Onlar keçmişin ənənəsini çox yaxşı saxlayırlar. Bu gün də Bir onlarla bu gün də onlarla onlar halay, bax indi də hal-hazırda halay gəlir ora. O Lənkəran nənələr gəlir o toylara gətirirlər. Mən deməli orada bəyin deməli dostları üçün gedib aparırlar burada. Gözəl adətdir. Deməli bəy o kətdə deməli saat 11-də biz gedirik. Məsələn getməlisən 3-də, 4-də, 11-də aparırlar bizə. 2 saat o gün orta çağ orada əmilər, dayılar, xalalar hamısı oynayır. Mən də bildiyimdən, yəni əmi üçün, dayı üçün bildiyimdən xırda muğamlardan, qısa məzmunlu muğam, xeyir-dua verirəm, keçirəm mahnıya. Ondan sonra bir də axşam çağı olur, bəy deməli orada necə bütün bizim bəylər də belədir, adət-ənənə belədir. Necə o üzr istəyirəm, hamam deyirlər də hamamdan çıxandan sonra məşribatlar necə şam yandıranda bəyə bağzalına gətirirlər, şeydən. Həmin o orada da elə zurniylə yaradırlar orada, bəyin dostları. İndi mən orada biraz nəyə görə baş çıxartmışam, biraz fərqliyəm. Məsələn, başqa nağara çalan da var orada. Nağara çalan, başqa nağara çalan. Tabidir qılarını çalana, xanəndiyə. Onun çaldığı ümumi cavan uşaqlar üçün çalacaq. Amma mən ora həmi ağsaqqal kimi gedirəm. Həmi də bəyin qohumları. Məsələn, ağsaqqal gəlib 100 nəfər, 50 nəfər, o birisi İncəsənət yoldaşlar hələ 3 saatdan sonra gələcək. Mən 3 saatı onların müəyyən adamların feyziyə bildim. Toya gəliblər də, strateji. Day, usli tilzat lazım deyir mənə. İki kəlib. Məsələn, əmisi deyir, gələm əmisini tərifləyirəm, xeyirdua verirəm. Məsələn, də nə? Məsələn, əvvəl deyirlər, xoş gəlmişsən bəzmi qürfana, tazə bəyin. Layıqdır hər qədəmin bir qurbana tazə bəy. Bəhbə bu məclisin səfasına, heyran olun əhli vəfanın vəfasına. Bəy əyləşib öz yerində bərqərar, Allah yetirdi onu öz rızasına. Əzrəmada balam aydın olsun, gün doğsun aydın olsun. Bugün Ziya Balanın, Cavid Bal kardeşimizin balasının toy günüdür. Görüm olun ey Zəfər əmisi müəllim, Zəfər müəllimin gözləri aydın olsun. Ayda dibid, aman aman, aman ayda dibid. İndi ola bilər, elə toy var orada, 50 nəfər var, 100 nəfər var, hələ gündüz. Ya belə 20 nəfər var. Qazan aşlıdır. Deməli, orada aşpazlar, Allah canı salamat eləsin, onlar xələti də olur. Deməli, orada gedirik o qazanların üstündə, deməli, mən başlayıram orada atasın, anasın, əmlər. Məsələn, dəstəmi götürüb gəldim toyumundan, anan heyran olsun uca boyundan. Bir də gələk subayların toyundan, görüm ay bəy toyun mübarək olsun. Qəşəy bəy toyun mübarək, gözəl bəy toyun mübarək. Məsələn, dəryada oynayır Nuhun gəmisi, Asta çal qarmançı, eşid bu səsi, bizə xələt versin Zakir əmisi. Əmilər, dayılar, ata-anadır məsələn, ata-ana olmayanda əmilər, dayılar çağırılır. Gətirirlər. Aşpazın özündən xələt almışlar. Aşpaz gətirirlər, orada konça verirlər, tərifləyirlər, sağ olsunlar. Ondan sonra bizə də demirik orada, bizə də orada xələt verirlər. Amma ancaq pul çatır aşpazlara.
Pul Sizin bir oğlunuz mənə dedi ki, Ziya. Ziya. Dedi ki, ay müəllim, hətta belə olur deyir. Biz uşaq idik deyir. Atamız indi gelir məclisə gələndə fikirləşirdi ki, o cibi baxıb gördü cibində nəsə var. Düz deyir onlar. Nə var ulan? Elə bilirdik ki, gözümüz qalmışdı onun cibində. Nəsə indi nə bilim nə uşaq üçün nə olar? Konfeti zaten. Bir de görür ki cibindən kasetləri çıxardır. Nə bilim nə edir falan. Biz də baxırdıq. Qalırdıq elə şey. Bəlkə bir dənə iki dənə konfetli zatdan verərdi, verməzdi. Dayı. Onu düz deyir uşaq. Nə deyir? Nə görə o mənim bağlaca imkana görə demirəm ha. Da özüm indi biraz kamilləşmişəm, biraz yaşa dolmuşam. Da görürəm xəzinə doludur. Yaşımında da yetkin uşaqlı cavanlı da gedir. Yaxşı, bunları mən dalıma sarayıb hara aparacağım? Gələ bunları bir dənə ver, iki dənə ver. Neçə evladınız var? 3 dənə oğlandı. Allah saxlasın. Neçə evladı? Nə ilə məşğuldur? Nə iş görürlər? Davam Bunlara müəllim təhsil verəməmişəm. Amma sağ olsunlar, ədəbləri yaxşıdırlar. Yəni hərəsi biri musiqi işidir, böyük oğlanı Ziya, o da oturub orada. Amma o birisi isə fəhlədir, kərpiz zavodunda işləyir. O birisi mərdan bala, povir iş, yəni povir işidir. Aşpaz. Yemək, bəli, işidir. Ancaq Allah saxlasın. Təhsil ona görə verə bilməmişəm ki... Nəvələrdən varmı? Nəvələr var, 5 dənə nəticəm var. Ay maşallah. Nəticəm var. Ay maşallah. Ama deyirsiz kasıbam. Kasıb deyilsiniz. Qaldı ki, bunlara ona görə təhsil verəməmişəm ki, yəni özüm... Qızınız yoxdur? Qız var, qız da var. Yəni, 3 dənə gəliniz vardı, elə deyilmi? Bəli. Ben gördüm ki, çay gətirdilər. Sağ olsunlar, belə gözəl. Qızdan artıqdır. Bu gəlin, Allah hamısın, canı salamat eləsin. Bu mənlə qalan gəlin, heç belə, mən deyərdim ki, elə Allah onun canı salamat eləsin. Bu yaşında... Hamısı yaxşıdır. Bəli, inşallah hamısı yaxşıdır. Ayrımıram, hamısı yaxşıdır. Hamısı yaxşıdır. Elə bu, sizi tanıyanlar bilirlər ki, buraya gələcək, sizlə görüşə gələcəyik. O kişi bilirsən nədir? Doğrudan, adət edirlər. Əgər o mədəniyyətinin dalına düşsəydi, musiqinin dalına düşsəydi, o böyük bir... Düz deyir, onu düz deyirlər. Onu düz deyirlər. Məsələn... Hətta mənə dedilər ki, siz Raç Kapur'la da görüşmüşsünüz. Yox, görüşməmişsiniz? Yox. Bəs Raç Kapur məsələsi nə məsələdir? Raç Kapur deyəndə mən necə bu adam var elə məsəl üçün, bir 50 nəfər içində bir də 10 nəfər var, Hind musiqisinin kinonun xoşuna gəlir. O Hind musiqisi də dünyada ən yaxşı olduğuna görə onun musiqiləri, yəni indikini demirəm, keçmiş o vaxtı musiqisi bizim deməli muğamlarımıza, mahnılarımıza yaxındır, şirindir. Adama tez yatır da qəlbimizə. Mən ona görə həm də ki, Azərbaycan rus dilində o qədər yalan deyəmərəm, savadım dadım yoxdur. Amma o kinolara getmişəm deyib mən, o keçmiş o Hind kinolar var, keçmişdən danışıram. Çox yaxşı təsir bağışlayırdı. Ona görə o Raç Kapur'un da uşaqlıdan da həvəskar olmuşam. Onun mahnılarını okuyan Mukesh var, orada da müğənilər var. Özü ifa eləmir, Mukesh var. Amma Mukesh'in səsi gözəl olduğuna görə o mahnılar mənim canıma yatır. फिर क्यों डरता है दिल कहता है दिल रास्ता मुश्किल मालूम नहीं है कहाँ मंजिल प्यार हुआ
Meno meni pyari Kiraşini pere Yakome ye dünyada rinaki peri yakome ye dünyada rinaki Ramaya vastavaya menike tujhko diya menike tujhko diya Ramaya vastavaya menike tujhko diya menike tujhko diya Cenab 420'de o rast kapır ki o bu burası kadınla bilmirəm indi alır ölüb o Rita orada demeli kalır kəmindən bu mahnı oxuyur. Nərgiz. 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 Hind musiqilərin şirinliği bayatçırazdır, mahurdur. Əsas mahur üstə gedir. Onların musiqisi deməli mahur üstə şirindir. Ona görə Hind musiqiləri şirin gəlir adama. Necə bizim Azərbaycan muğamları, musiqiləri şirindir. Nəsə aparat nazarından getmişsiniz. Aparatla zaten indi mesela indi adam var aparatla da sesi bilirsən düz gəlmir. Səs zillə deyir, gərək səsdə məlahət ola, o həmin o kökə düşə. Məsələn, şur muğamı oxuyursa, şurun bir mayesindən xırdalıya, düzgün xırdalıya təhvil verə. Beləncə. O vaxt nətər eləyirdiniz? Kino verənə deyirdiniz ki, ora satanda nə? O aparatı kino gedir, zalda cəmaat oturub, mən yuxarıda ikinci mərtəbədə onun yeri biraz hündürdür. Şurullarım vardı, onda keçmişdə maqnitofon vardı, bölündə onun o şununla avon kino verən aparatı var axı. O aparatda şunun bir hissəsi onda, bir hissəsi burada. Mən də o mahnıları bir dəfə baxandan sonra kinoa bilirdim har tərəfdən mahnı gedəcək. Mən də hazır dayanmışdım orada. O mahnı çatanda basırdım zapsı, mahnı yazırdım. Bunlar da hamısı mahnılardır bunlar. Mahnılar olur, bu içində qəzəllər zat olur. Çoxdur da, blaqnotlarım çoxdur. Çoxdur. Ha, çoxdur, blaqnotlar çoxdur. Mahnıların hamısını yazmışsan da o həmin blaqnotlarda çoxdur. Həm də cavan, həm orta yaşlı xanəndələr üçün, müğənnilər üçün də mən dəftər yazardım. Yəni bilmədiyi şeyləri mən bütün rayonumuzda, qonşu rayonda filan mahnını bilmir yazıb verərdim. Məsələn belə şey. Oradan mı? Hamı sizə müraciət edirdi də? Bəli, 50-60% müraciət edirdi. Məsələn bu da qara qız qara. Bu heç o cavanlar indi bəzi ölçü, amma şirin mahnılar çoxdur. Bir həzin Birazın külək oldum, çırpındım saçlarından. Bir sevən ürək oldum, yandım baxışlarından. Bir çəmənli çiçəklə sen beni derdin soldun. Dale dale da dale daylar. Bir çəmənli çiçəkli sen beni derdin soldun. Senin derdini çəkdim, özümün derdim oldu. Özümün derdim oldu, derdim oldu. Yar, senin derdini çəkdim, özümün derdim oldu. Özümün derdim oldu, derdim oldu. Mənim tənha gözəlim, sənin əsrətin oldum. Mənim tənha gözəlim, sənin əsrətin oldum. Bala sənin əsrətin oldum. Mənə dedilər ki, siz romansları da gözəl oxuyursunuz. Bəli. Məsələn, romansları. Bəli, bəli. Siz romansını dedilər, o qədər gözəl oxuyur ki. Sənsiz romansı o qədər güclü bir şeydir ki, ona Kimlər oxuyub onu? gör kim oxu, onu bülbül kimi məndə 6 saatlıq bülbülün bildin də qramofon valı var 6 saatlıq xarici mahnılar sənsiz də onun içində. Sənsiz mahnısı həqiqətən güclüdür. Hər adamın işidir onu oxumaq. Qaldım məclislərdə oluram. Gözəl insanlar var. Musiqinin biraz belə romansları, dərinliklərin bildiklərinə görə zakaz verirlər. Mən də öz səsimin ölçüsündə, öz bildiyim səviyyədə oxuyuram. Hər gecəm oldu kədər, qüssə fəlakət sənsiz.
Her gecem oldu keder, kıssa felaket sensiz. Her nefes çektim eder, gitti o saat sensiz. Her nefes çektim eder, gitti o saat sensiz. Bak güçlü tasnıdır. O güzel, güzel, güzel. Baktım gördüm ki kitabların birinde xanəndə Həbibi Rəhimovdan Abış dayıma xatirə. Ha, 2017-ci ildə. ha, 2017-ci ildə. bəli, bəli. Nə də Həbiblə bağlı, onun mahnıları ilə bağlı. Allah Habib kardeşimizi Allah rahmet eylesin. Güzel sanatkar idi. Onunla salam aleykümüz ölənəcən deməli onunla dostluq salam aleyküm var. Dedi abi şu məndə mən elə düşürdü kitab demirəm bu müəyyən qəzəl ki var idi. Mən o bir çox müğənnilərə, xanəndələrə qəzəl bilmirdilər, qəzəl yazırdım. Həbib doğrudan da böyük sənətkar idi. Onun nərdlə bağlı bir dastan oxuyardı. Məndə keçmiş kasetlərdə də var, var orada. Nərdin fəlsəfəsi ilə bağlı, harada yaranır filan. O var, sizdə var da. O var, indi ona görə Amma kasetlərin mənə də dedilər ki, siz yaxşı nərd oynuyorsunuz. Ben çok da biraz böyüdüler. Ben nerede oynayanlar var gel göresen ben o yanda Çempion olur, Zakir müəllim. Çempion olur. Oradan mı? Bəli, bəli. Bəli. Həkimdən ad çox tanır. Kırsa bu masallıda Hacı abi sağ olsun Allah şafa versin canı selamat eləsin. Nerede yarışı geçirtti masalda o Han Sarayı'nın altında. Orada deməli 4-5 tane nerd düzüldü, studiyalar oldu. 48 tane oyuncu oldu. 48. Onlar udmalıdır, gelip çıxmalıdır ki şey. 7-ci qələbəni mən Qızılda elədim. Qızıl zər verir. 7-ci qələbəni parajenə yəni məğlubum olmadı. Baxdım o ayrı şey. İndi də qalır o qızıl zərlər. Deməli ayrı deməli nərdlərdir də. Məsələn bu gün burada oynayırsan birazdan pişkin olursun nərdədir ki 3-4 dənə nərdir. Elə. Çadır adamın sakitliğe riayet ede zahmet olmazsa sakitliğe riayet ede zahmet olmazsa meclis daha maraqlı keçer söhbət olmazsa ruhun qəzası musiqidir ruha can verir həzz almaq nə xeyri əgər diqqət olmazsa dostluq yox məhəbbət olmaz əzizim zamanədə insanda bir-birinə əgər hörmət olmazsa aydın gecə insana ruh verir ardınca sürünən zülmətdə kölgə olmasa aman bedad aman adamın
da yamana ay sallanıp giden yar ayak sakla sözüm var ay sallanıp giden var ayak sakla sözüm var koy bir bakın doyunca gözlerinde gözüm var koy bir bakın doyunca gözlerinde gözüm var hey yerişine bala gelişine bala gülüşüne heyran yerişine bala gelişine bala gülüşüne heyran Könlümü kan eyledin gel sevgili can gel Gel ay kadın aldım Gel ay şirin dilli Gel ayın cebelli Gel ayın cebelli Gel ay şirin dilli Gel ayın cebelli Gel ay şirin dilli Gel ay şirin dilli Ay aman Mesela ben gördüm burada bir kitap da var. Bizim çok hürmetli profesörümüz. Bu büyük sanatkar hem güzel sanatkar. Ağalar İdrisoğlu yazdı. Bir alim ömrünü. Bəli. Hem bir güzel sanatkar. Hem de güzel alimdi. O güzel alimdi hem de güzel sanatkar olup. O profesördü. O neçə kitabı var onun. Ben onunla bir məclisdə də olmuşam. İki dənə məclisdə olmuşam ama salamünaleykümümüz var məsələn her bazara gələndə ya məclislərə düşəndə hürmetimiz var. O çok güzel hem sanatkar, güzel alimdi. Bizim güzel alimdi. Özde yüksek sanat aptalıp Rahmetliyin kardeşidir. Her ikisine yanım hürmet. O aileye benim çok Fəxrəddin kardeşleri var. İndi salamünaleykümümüz var. Güzel insandılar. Aptalı benim Respublikada en tanınmış Bəli. Onun kardeşi Fəxrəddinə demişəm, sen Allah Fərəh müəllimin kitabı çıxanda mənə də ondan bir dənə verin. Sən nə tarafsan? Məndə də var onun kitabı. Məmnuniyyətlə görmələ 2-3 tane olmalıdır. Baxaram, mən də əlavə olsa mən sizə verərəm. Sen indi baxma. Bəli. O kitab bak mənim evdə qalır ha. Söhbət ondan getmir. Elə biləm Fərəhimin özü yanımdadır. Araqçılım məndədir yar ləli qurbanın ol Çərmişəm çəməndədir ya ləli yar ləli Aləm gözələ dönsə ləli qurbanın ol Mənim gözüm səndədir ya ləli yar ləli Ailəli yar 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 ləli yar ləli Üzünüzü laxladı yar ləli qurbanın ol Verdim anam saxladı yar ləli yar ləli Anama qurban olun ləli yar ləli Məni tezə daxladı yar ləli yar ləli Ailəli 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 yar ləli yar ləli Bizim vallahi söhbətimiz o kadar şirindir ki güzel Ramazan ayında görüşümüz de güzeldi. İnşallah Allah ömrü verer yine de görüşeriz, şenliklerde görüşeriz. Sizi bir daha
Azan səsi. Bizi ibadətə çağırır. Ona görə sizdən xudafisləşməliyik. Gedib Allaha olan borcumuzu Allah verər. canı salamet eləsin. Sağ olun. Allah razı olsun. Sağ olun. Çok sağ olun. Allah razı olsun.